yoxa sayacaqsa, nə qədər öz hisslərini dilə gətirməyəcəksən, nə qədər öz hisslərinlə barışmayacaqsa, nə qədər psixoloqa gedib o hissləri ondan yox etməsi üçün dərman alıb içəcəksə, heç bir zaman sağalmayacaq. Bəs nə etmək lazımlıdır? Təslimiyyət. Duyğu sənə, hisslər sənə nə demək istəyir? Hisslərin səndən nə istəyir? Nəyi qəbullanmaq istəyir? Nəyi bacarmaq istəyir? Bəlkə sən qəbul eləmədiyin hissin sənin həyatda bir neçə qapını açacaq dərəcədə sənə şans ola biləcəyini heç düşünmüsən? Heç düşünmüsən ki, sənə qıcıq verən o hiss, səni incidən o hiss, səni incidən o insan və yaxud da ki, onun simasında olan bir hərəkəti sən qəbul elədikdə, qəbul eləmək o demək deyil. Yəni, oturacam, hə, bu belədir, belə olmalıdır deyə yox. Yəni, onun kökəncəsinə enmək, onun kökəncində harada o duyğuya qarşı səndə qıcıqlıq hissi yaranıb, onu özündən soruşmaq, onu fərqli yöntəmlərlə, akseslə və yaxud EFT dediyimiz terapiya yöntəmi o qədər şəfalı bir yöntəmdir ki, EFT özümüzü tanımaq deməkdir. EFT terapiyası özümüzü aydınlaşdırmaq deməkdir. Həyata niyə gəlmisən? Niyə buradasan və də nə üzrə buradasan? Sənin potensialın nədir? O deməkdir. Mən EFT ilə tanış olduqdan sonra, düzdür, EFT ilə tanış olduqdan sonra həyatda insan dərk elədikcə gerçəkləri və yaxud da ki, qəbul olunması gərəkən durumları o yaxşı bir proses deyil. Yəni, yaxşı bir proses ona görə deyil ki, bədən tərpənir, bədən müxtəlif cür özünə reaksiyalar qorumaq üçün xəstəliklər, qalxanlar götürür, qoyur, bariyerlər qoyur ki, yox, bilinçaltı o qədər, belə deyək də, bir savaş halındadır ki, bizlə. Bilinçaltı deyir ki, sən nə deyirsən? Mən deyir ki, buradayam. Mən illərdir belə yaşayıram. Təsəvvürləyin 45 yaşlı insana və yaxud da 40 yaşlı insana yeni hərəkətlər, yeni fikirlər, yeni qanunlar, yeni bir şeylər öyrədirsən özün özünə. O da deyir ki, mən 40 ildir belə yaşamışam. Sən mənə nə öyrədirsən? Sən kimsən ki? Yəni, insanın belə bir deyim də var, el arasında ki, insan özü özünə etdiyini el yığılısı edə bilməz. Bu həqiqətən belədir. İnsan özü özünə etdiyi yaxşılığı ona heç kim edə bilməz və də özü özünə etdiyi pisliyi də ona heç kim edə bilməz. Ona görə də biz bilinçaltımızı razı salmalıyıq. Bilinçaltımızla danışa bilməliyik. O bir məsəl də var ki, deyir ki, mənə o qədər yazar deyir ki,